Yanğın baş verən zaman binanın təxliyə olunmaq üçün nəzərdə tutulan qapısı Loft restoranı tərəfindən nəzarətə götürülərək qapadılmışdı. Oxu-Azın məlumatına görə bu fikirləri bir neçə gün əvvəl restoran əməkdaşları tərəfindən döyülən binanın ustası Yusif Həsənov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, təxliyə qapısı vətəndaşların istifadəsində olsaydı, ölüm hadisəsi baş verməzdi. Bir neçə gün əvvəl şaxtanın açarını restoran sahiblərindən istədim, vermədilər və məni döydülər. Komendant Samir Məhəmmədov oranı təmizləmək üçün mənə tapşırıq vermişdi. Amma icazə vermədilər, məni döydülər və bundan sonra polisə şikayət etdik. Daha sonra üzr istədilər, barışdıq. Şaxtanın bizə aid olan hissəsini bağlayıblar, girişə icazə vermirlər. Orada avtomobillərin elektrik doldurma cihazları üçün generator quraşdırıblar. Yanğın da orada başladı və tüstüdən insanlar zəhərləndilər. Amma düzü bilmirəm, generator qurğuları o cihazlara qoşulub ya yox. 2 ilə yaxındır burada çalışıram, amma bir dəfə də olsun zirzəmiyə daxil ola bilməmişəm. Xatırladaq ki, noyabrın 21-i axşam saatlarında Bakının Yasamal rayonu Mirəli Seyidov küçəsində yerləşən çox mərtəbəli yaşayış binasında baş verən yanğında 3 nəfər həlak olub, 20-dən çox şəxs tüstüdən zəhərlənib.